Bugün seansda yeniyetmə birisi eynilə bu şəkildə ifadə elədi fikrini və mən də qərara gəldim ki, bunun üzərinə bir video çəkim. İmtahan verməyə hazırlaşan yeniyetmələrlə seanslarda çox qəribə məqamlar var. Bizim işimiz nədir? Stresin mənbəyini ortaya çıxartmaq və onu yumşaltmaq və aradan qaldırmaqdır. Və seans əsnasında bu stresin köklərini araşdırmağa çalışarkən təbii ki, məsələ, suallar gəlib valideynə də çıxır və uşaqlar bunu, yeniyetmələr daha doğrusu elə ilk cümlədən yox, sağ olsunlar valideynlərim əsla mənə belə bir gözləntiləri olduğunu demirlər deyir. Daha dərin söhbətlər əsnasında artıq məlum olur ki, bu ifadə olunub, amma sözlə ifadə olunmayıb. Açıq bir şəkildə deyilməyib. Bəzən bir hərəkətdən, bəzən kimlənsə danışarkən ortaya çıxan bir cümlədən, nəfəsi alıb verməyin tərzindən belə uşaq hiss eləyir ki, üzərində əslində bir gözlənti var və bu gözləntinin, hətta mən həyəcanlanmayım deyə, mən qorxub narahat olmayım deyə pərdələnmiş halının olmağı abituriyenti daha da çox narahat eləyir əslində. Yəni bu gizli gözləntinin, amma çox dərin bir gözləntinin olduğunu bilir. Bugün seansda yeniyetmə birisi eynilə bu şəkildə ifadə elədi fikrini və mən də qərara gəldim ki, bunun üzərinə bir video çəkim. Seansın əvvəlində bütün yeniyetmələr kimi o da dedi ki, valideynlərimin məndən sağ olsunlar, məni narahat eləmirlər, məni küncə sıxışdırmırlar və demirlər oxumalısan və s. Mən sadəcə niyə həyəcanlıyam bilmirəm deyə. Amma seansın sonlarına yaxın daha çox suallardan başladı fikirləşməyə. Dedi ki, sözdə düzdür, valideynlərim mənə heç vaxt demirlər ki, mütləq qəbul olmalısan universitetə ya da məndən nəsə gözlədiklərini demirlər mənə. Amma mən hiss eləyirəm ki, onların bunu deməməkləri də məni həyəcanlandırmamaq üçündür. Yəni sanki bir pərdə var onların hisslərinin üzərində, mənə göstərməməyə çalışırlar ki, həyəcanlanmayım, amma mən bunu oxuyuram.